Bir şamın mahiyyəti işıq verməsidir, qayəsi isə bütün gecə yanıb əriyib yox olmasıdır ki, bir balaca uşaq dərsini oxuya bilsin. İçinizdəki analar, atalar şamın qayəsini gözəl anlayır. Bir xilaskarın bilə-bilə edama getməsi onun qayəsi ola bilər. Ana ayı balasını qorumaq üçün özünü ovçunun gülləsinə verər. Bir arı ömrü boyu bal toplayar. İstirahət günü yox, əyləncə yox, maaş yox, bonus yox. Qızıl balıq kürüsünü tökmək üçün okeandan çıxar və dağdan tökülən çayın əksinə üzər. Çünki kürüsünü o dağın zirvəsinə tökməlidir. Gəlib çatanda dağa kürüsünü tökəndən sonra bu balıqların hamısı ölər. Hər dəfə, yəni 100%lik ölümlə bitər bu yol. Amma yenə də qızıl balıq o yolu gedir. Sən isə həyatın ləzzətini, dadını çıxarmaq istəyirsən. Bu o demək deyil ki, bunları etməməliyik. Əbülfəz kişi də bulağı tikəndə arada kababını da yeyirdi, ayranını da içirdi. Qayənə xidmət etmək səni dərvişə çevirmir, səni rahibə çevirmir. Amma səni bütün illüziyalardan azad edir, qorxudan, stressdən, paxıllıqdan azad edir.